Belə mətbəx kim görmüşdü? 20 kvadrat tək bu evin mətbəxidir. Qardaşlar, şəxsi tikili, qoşa kubik. Bax, bu gördüyünüz monolit betondur, 6 da obyektdir. Al obyekt elə altında. Paket qutusalı 99.000 manata, 296 kvadrat, 99.000 manat. Bu sizə həqiqətən də sürprizdir. Deməli, bura evimizin giriş hissəsidir. Girişdən sağda mətbəxidir. 3 otaqdır. Həm istəsəz buranı 5-6 otaq edin. Bölün. Belə, yəni otağın ölçüsünə baxın. 30 kvadratdan yuxarıdır otaq. Bura qonaq otağıdır. Yəni yataq otaqları qonaq otağından heç seçilmir. Yəni 1 kvadrat fərqi olar. En azından 28-30 kvadratdır. Bura gördüyünüz kimi baxın. Burada evimizin bir yataq otağıdır. Bura hamam sanuzelimizdir. Qardaş, hamam sanuzeli ölçüsünə baxın. Gördüyünüz kimi çox böyük evdir. 6 da obyektdir. Gedirəm, keçid edirəm obyekt hissəsini göstərmək sizlərə. Bu evimizdə gördüyünüz kimi kanalizasiya mərkəzidir. Evimiz 4 yolda yerləşir. Baxın, belə göstərirəm. O hissədə 6 saylı məktəb. Sola döndünüz məktəbdir. Məktəbə hardasa 1-200 metrdir. Marşruta da 150 metr. Burası evimizdir. Evimizin altı tamamilə obyektdir. Bütün obyekti özdə monolit betondan səvayı. Baxın, beton rigərlər də atılıb burada. Ev yiyəsini halal olsun. Yəni, bütün şərait at çəpindən belə töküb bura ki, kim istəsə, inşallah obyekt elə. Gedirəm evin həyətyan sahəsi də var. Yəni, obyekt eləməsəz ora ən azından bir 5-6 dənə maşın daxil olur. Evimizin həyətyan sahəsidir, çöl görünüşüdür. Evimiz qoşa kubikdir. Dəmir barmaqlıqlara qədər quraşdırılıb, kombi xətti çəkilib, suyu, qazı işığı hər biri var, kanalizasiya mərkəzidir. Gəlin inşallah ev yiyəsilə görüşdürəyin, real alıcılara indirim olunacaq. Sənəd paket qutuza dövlət ipotekasına yararlı, 6 saylı məktəbə 200 metr, marşruta 100-150 metr məsafədədir. Sağ olun, salamat qalın, dəyərli izləyicilər. Bu fürsəti qaçırmayın, belə evlər nadir hallarda olur satışda.